Salam dəyərli tələbələr. Bugün qısa olaraq magistraturada ümumiyyətlə suallara necə yanaşmaqla lazım, necə yanaşmaq lazım olduğunu deyəcəm. Ümumiyyətlə suallara bu şəkildə yanaşmaq lazımdır. Yəni listeninglərdə. Listening başlamazdan öncə bacardığınız qədər bütün sualları oxuyun. Yəni məsələn birinci sualda görürsüz deyir answer the question. Sonra nə deyir? What does John think of Agatha Christie stories? Yəni John Agatha Christie'nin hekayələri haqqında nə düşünür? Sonra 2-də nə deyir? Complete the sentence. Agatha Christie left home in 1926 because 1926-da deyir evi tərk etdi çünki və eyni zamanda variantları da oxuyun bir-bir. Məsələn, she went on a secret mission and stayed in a hotel. O deyir sirli deyir bir siryə getdi və oteldə qaldı. Bu şəkildə bütün variantları, yəni 3-də də A-nı, B-ni, C-ni, D-ni, Y-ni oxuyun. 4-də də o şəkildə. Bir də 5-ci sualda da yəni hər birini oxuyun. Dinləmə səslənməzdən öncə. Bu arada bu da deyim ki, yəni bu suallar da 2025-in qəbul suallarıdır. Yəni qısa olaraq suala necə yanaşmalı olduğunuzu bildirmək istəyirəm ki, dinləmə səslənməzdən öncə yəni bütün 5 sualda variantla daxil çalışıb oxuyun və ilk dinləmədə başa düşmək lazım. Yəni söhbət nədən gedir? Tam oxuyub anlayıb və birinci dinləmədən başa düşdünüzsə, yəni böyük ehtimal ki, artıq yəni full yazmaq şansınız var. Bu bir. İkinci də ki, yəni ilk dinləmədə 2-3 sualı da yazmaq olur. Məsəl üçün bu sualın başlığını yadda saxlayırsınız. Sual tam olaraq nədən gedir? Bir də cümləni tamamlamaq. Bunları tapmaq birinci dinləmədən daha rahatdır nisbətən. Bax bu şəkildə yanaşmaq olur. Ondan sonra daha sonra mətndə nə formada yanaşmaq lazım? Məsələn, çalışın birinci dəfə mətni bir dəfə oxuyun və ya bir hissəsini, ən azı 1-2-ci paraqraf oxuyun ki, söhbət nədən gedir başa düşə biləsiniz. Məsələn, the lovely smell of popcorn is unmistakably the buttery, salty snack is a favorite for moviegoers everywhere. Deyir ki, popcornun sevimli ətri, qoxusu səhvsiz olaraq, yəni onun deyək ki, onun yağı duzlu bir snack qəlyanaltı olaraq filmə gedənlər üçün hər yerdə məşhur deyək ki, bir qəlyanaltıdır. But why is popcorn favorite treat for watching movies? Bəs deyir, niyə popcorn film baxmaq üçün məşhur davranışdır, yəni məşhur bir hərəkətdir deyək. The answer lies in history, convenience and a bit of good timing. Yəni bu tarixdədir. Onun deyək ki, bu cavab yəni bunun cavabı tarixdən gəlir. Biraz da zamanla bağlı, zamanlama ilə bağlı ki, yəni tarixi haqqında başlayır. Necə oldu ki, popcorn daha da məşhurlaşdı və ya niyə filmə gedənlər üçün məşhur qəlyanaltı oldu? Bu şəkildə izah eləyir. Məsələn, popcorn is not just a random snack. It is made from a special type of corn that pops when heated. Deyir ki, popcornlar təsadüfi bir qəlyanaltı deyil, xüsusi bir növ o şeydən, deyir ki, buğdadan, qarğıdaldan hazırlanır. Bax, sonra bu izah eləyir artıq. Originally grown in Central America, orijinal olaraq Mərkəzi Amerikada yetişən popcorn Amerikada 1800-cü illərdə məşhurlaşır. Onun populyarlığı daha da çoxalır artıq. Buxar maşını ki var, onu hazırlamaq üçün 1885-də ki, istehsalçılara daha da çox satmağına imkan verir. Bu yenilikçi isə onun deyək ki, yarmarkalar, küçələr və sonra kinoteatrların lobbilərində artıq ora gətirilir və orada da məşhurlaşır və bu haqda danışır. Yəni söhbətin nədən getdiyini və onun tarixindən getdiyini bilsəz, birbaşa sualdan mətnə getmək olur. Məsələn, 6-cı sualda burada nə deyir? In the early 20th century popcorn was a luxury that only rich. Deyir ki, 20-ci əsrdə dəbdəbə idi, elə bir dəbdəbə ki, yalnız varlılar əldə edə bilirdi. Yəni zənginliyi idi, bir zənginlərin əldə edə biləcəyi bir şey idi. Amma burada 3-cü paraqrafda görürsünüz, yerini tapsaz artıq daha rahat bilmək olacaqdır. 3-cü paraqrafdan başlayır və burada bax bu göstərdiyim hissədə deyir popcorn was cheap to make and easy to sell. Yəni onu
onu deyək ki, satmaq, hazırlamaq daha asan və ucuz idi. Ona görə bu səhvdir. Yəni o asandırsa, demək ki, hər kəs əldə edə bilir. Mətnin ardında da onsuz da onu izah eləyir. Yəni bu false-dur. İkinci də yerini düzgün tapmaq lazımdır. During the Great Depression, böyük depressiya müddətində popkorn qiymətləri olduqca yüksək idi. Amma yenə bu əksini deyəcəkdi mətndə burada. Burada deyir ki, the popcorn this made popcorn an ideal snack during the depression in the time when people little money. Yəni insanların pulu az olduğu müddətdə, böyük depressiya vaxtı Amerikada ən yaxşı, yəni əldə edilə bilən şey idi. Deyir ki, qəlyanaltı idi. Ona görə bu da səhvdir. Burada yüksəkdir deyir, orada yüksəkdir demir. Sonra 6.3-də deyir ki, also popcorn has an unpleasant smell. It is people's favorite snack. Baxmayaraq ki, onun qoxusu xoş deyildi. Burada isə o haqda o yeri tapmalıyıq. Unpleasant. Belə, burada isə orada deyir, baxın, mətnin 5-ci paraqrafda izah eləyir ki, it is affordable price and delicious taste. Yəni, uyğun qiyməti və dadlı ətri. Burada isə deyir ki, unpleasant, xoş olmayan ətri. Ona görə səhvdir bu da. It didn't take sellers long to make popcorn in great quantities in the early 20th century. 20-ci əsrdə onu çox böyük miqdarda hazırlamaq deyir, çox böyük nə idi? Vaxt aparmırdı. Yəni qısa vaxtda hazırlanırdı. Bəli, yəni qısa müddətdə hazırlanırdı. Çünki bax burada da izah edir onu. Deyir ki, it didn't require expensive equipment and complicated preparation. Yəni çətin preparationu yox idi və hazırlanması çətin değildi. Sellers could make, bax burada deyir, large quantities. Yəni çox böyük miqdarda hazırlaya bilirdilər. Yəni qısa, quickly, sürətlə. Demək ki, bu truedur. Yəni digərləri false, bu truedur. Sonra 7-ci sualda, məsəl üçün, paraqrafını tamamlayın tipli suallarda 5-ci şeydə gedirsiniz həmin mətn yerinə. Mətndə həmin yerə diqqətlə fikir verilir ki, deyir ki, it is price, affordable price, yəni uyğun qiyməti. Demək ki, orada təkdə olan bir şeydən danışır və onun qiymətindən, dadının yaxşı olmağından, teatra getməyin daha da, yəni əsas hissəsi olmağından, mənfi bir şeydən demir. Və orada bir şeydən danışırsa, o nə ola bilər? Gəlin baxaq. Baxın, həmin o popcorndan gedir söhbət. Elə popcorn özündən, kinoteatrından getmir, populyarlığından getmir, sonra qəlyanaltıdan getmir söhbət. Bir də kino təcrübəsi ilə bağlı deyil, amma onun yüksək qida dəyəri olduğundan və kinodan başqa deyir burada. Yəni kinoda sanki olmur o. O mənada apart. Burada B daha doğrudur. Çünki söhbət orada itiz deyirsə tək bir şeydən söhbət gedir. Cəm yox. Onun deyirdi orada. Bir o şeyə diqqət edin. Baxın burada it is affordable price. Onun qiyməti. O da popcorndur. Popcorn da deyir, bugün popcorn qəlyanaltıdan da artıq bir şeydir. Yəni tək qəlyanaltı deyil və bir ənənədir. Görürsünüz, bax bu. Sonra 8-ci tipli suallara necə yanaşırıq? Orada da yenə yerini tapırıq mətndən. Movie theaters decided to sell popcorn themselves. Teatrları popcornları özləri satmağa qərar verir. Və onu mətnin yerini tapandan sonra, yəni düzgün tapdısa 70-80% cavaba yaxınsız deməkdir. Bax bu hissədə verir. Deyir ki, ancaq popcorn deyir ki, populyarlığı böyüdü. Kino teatrlar isə realize, anladılar ki, they could make significant profits and started selling it. Özləri başlayır satmağa. Niyə? Özləri o cümlənin ardında onu izah eləyir. Niyə? Çünki çoxlu qazanc əldə edirlər. Yaxşı, çoxlu qazanc əldə etmək eyni zamanda nə əldə etmək demək? Yəni pul əldə etmək. Baxın, elə baxın, bu variantdır. Great amount of money. Sonra burada isə vendor sözüdür. Orada küçə satçılardır. Sözün mənasını bilməyəndə mətndən də çıxır. Çünki mətndə popcornu satmaqdan gedir. Burada da popcorn vendor standing worked outside movie theaters. Yəni kinoteatrların qarşısında dururlar və müstəqil şəkildə fəaliyyət göstərmək istəyirlər. O da küçə satıcısıdır. A person who sells something usually in the street. Yəni içəridə orada deyir outside theaters. Bax bu.
10-cu sualda isə yəni düzgün tapmaq lazımdır ümumiyyətcə. Burada məsəl üçün 1-ci sualda deyir ki, what contributed? Onun deyir çoxalmağına nə kömək oldu? Popkornun sayının yəni populyarlığının. Çünki orada böyük depressiya vaxtı da şey olur, daha çox insan rahat əldə edə bilir və daha tez hazırlana bilir. Bax, bunlarla bağlı idi. What made onu deyir filmin bir hissəsini nə çevirdi? Daha tez hazırlanmağı və yəni və çox həcmdə böyümək. Yəni oxşar formalı cavablardır 1-2. 3-də hansı ştatda deyir o buxar maşını hazırlandı, onu hazırlamaq üçün. O ştat yoxdur orada. Kilo deyir. Mətnin özündə bayaq baxdıq, gördünüz qısa mətnlərdə o kilosu ilə bağlı da sual yoxdur. How many theatres? Bax, how many, how much deyirsə miqdar istəyir. Teatr, neçə dənə teatr onu satır? O mətndə elə bir şey yoxdur. 1-dən 2. Yəni burada 1-lə 2-ni tapdınızsa, bax, suallara yanaşmağı deyirəm. Əgər cavab ya 2 dənə olur, ya da 3 dənə. Əgər bir mətndə keçənki qəbullarda bu şəkildə idi. Əgər bir mətndə cavab 2 dənədirsə, demək ki, ikinci mətnin 15-ci sualda 70-80% cavab 3 dənə olacaq. Ya 2 olur, ya da 3. Yox, əgər birinci mətndə cavablar 3 dənə olsaydı, ikincidə böyük ehtimal ki, 2 dənə olacaq. Yəni bu böyük ehtimaldır. Yəni 100% deyil, ya 2 ya da 3 cavab olur. Bax, belə yanaşa bilərsiniz. Bir dənə make-up dialoq düşür. Məsəl üçün cümləni düz qurmaq var. Sonra 17-ci sualda preposition, yəni fərqli suallar ola bilər. Onun suallara çox dayanmaq istəmirəm üstündə. Yəni məsələn burada o Friday 10 ilə işlənir. Burada at, saatlar at, bir də to ilə 7-yə 15 10 dəqiqə qalmış. Bir də arrive-dakı in ilə işlənir C variantı. Yəni suallar onsuz da dəyişik ola bilər. Qrammatikanı müəyyən bir mövzular bilməz sonsuz da. Logically deyəndə tərcüməyə baxırsınız. Deyir ki, niyə Luisə heyransan? Deyir, o heç zaman dostuna xəyanət etmir. Y variantı. Bu da tərcüməlikdir. 19-da bu modal verbdir. Yəni böyük ehtimal bu düşməyə də bilər bu il. Yəni fərqli suallar düşə bilər. Məsəl üçün have to, has to, must, may, should bunlar to ilə işləməz. Has-də hasn't to olmaz. Bir də ki, yerdəki have to tələb edir. Həm də he ilə has olmaz. Qalır B. Could olacaqdır. O 20-də isə only varsa only a few ya da only a little olur. Burada isə bir dənə only a few var. Bu cavab budur. Only a few-dan sonra da cəmsim gəlir D variantı. Belə, yəni qrammatikalar biraz fərqli ola bilər. Logically ekvivalent deyirsə tərcüməyə baxırsınız. Make-up dialoqda bir dənə düşür onsuz da. Bax belə, yəni zamanlar düşə bilər, məhsul növ düşə bilər, modal və ya deyək ki, sual cümləsi düşə bilər. Belə, hər birinizə uğurlar arzulayıram. Yəni suallara bu şəkildə yanaşmağınız daha yaxşı olardı. Hər kəsə yenə imtahanlarında uğurlar arzulayıram.